belki de 20%'i itmiş, əldən getmiş bir dövlətin vətəndaşının sualında balaca gülməli çıxır. Amma istənilən halda torpağa münasibətiniz necədir? Sizdən ötürü torpaq nədir? Torpaq hər bir insan üçün əzizdir. Mənim üçün isə bir vətəndaş kimi və Azərbaycanın bir dövlət başçısı kimi torpaq ən əziz anlayışdır. Torpaq, vətən, ölkə hamısı bir yerdə mənim üçün əzizdir və eyni şeydir. Torpaqlarımızın 20%'i işgal altındadır. Bu bizim ürəyimizdə olan yaradır. Bütün xalqın ürəyində olan yaradır. Ancaq o işgal altında olan torpaqlar bizim üçün daha da əzizdir. Çünki bizim özümüzün ixtiyarımızda olan torpaqlar üzərində onun sahibləri yaşayır. Sahibləri və bizim müstəqil devlətimiz. Amma o torpaqlar isə müvəqqəti olaraq Azərbaycana təcavüz edən erməni silahlı qüvvələrinin əl altındadır, onların tapdağı altındadır. O bizim üçün böyük dərddir, böyük yaradır. Ancaq ki, mən deyirəm, bu müvəqqəti haldır. Bizim o torpaqlarımız da işğaldan azad olunacaqdır. Və torpağa məhəbbət, torpağa sevgi, torpağa sədaqət mənim üçün ən müqəddəs anlayışdır. İndi mən artıq bu sualı ərazi bütövlüyünü bərpa, dövlət suverenliyini təmin etmiş Müzəffər Ali Başkomandan İlham Əliyev görürəm və əminəm ki, cavabdan Ulu Öndərin ruhu da şad olacaq. Hər bir şəhidin şəhid olması yeri torpağı idi mənim üçün. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkündür. Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda mənim üçün Azərbaycan məhz o torpağı idi. Nə deyim, 8 noyabrdan sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. O torpağı qaytarmaq. Bəziləri qalsın soruyorsun. Mən də elə düşünə bilərdim. Amma mənim üçün torpaq o idi, Azərbaycan o idi. Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu. İndi, necə deyək, torpaq deyəndə sözün düzü daha çox torpağın o keyfiyyətinə mən baxıram. Harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm burada qara torpaq deyirəm, gözəl, məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, o yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır. Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq.